Salam əziz abituriyentlər. Bu videodan etibarən sizin üçün buraxılışı dəstəkləmək istədiyi ilə hər bir videonun içərisində 3 buraxılış sualını izah edəcəm. Gəlin birinci sualdan başlayaq. Birinci sualda deyir ki, kökdə 5 çıxılsın 2 ədədinin tərsi ilə kökdə 20 çıxılsın 4 ədədinin hasilini tapın. İndi gəlin əvvəlcə biz kökdə 5 çıxılsın 2-nin tərsini tapaq. Tərsi o zaman 1 bölünsün kökdə 5 çıxılsın 2 olacaq. İndi bunu vuraq. Kökdə 20 çıxılsın 4-ə. 1 bölünsün kökdə 5 çıxılsın 2. Vurulsun. Kökdə 20 çıxılsın 4. Kökdə 20-ni 2 kökdə 5 kimi yaza bilərik. İndi yazaq. 1 bölünsün kökdə 5 çıxılsın 2. Vurulsun. Buradan da 2-ni mötərizə xaricinə çıxarda bilərik. 2 vurulsun, kökdə 5 çıxılsın 2. İndi buradan kökdə 5 çıxılsın 2-lər ixtisar olunar. O zaman 2 qalacaq. Demək, birinci sualımızda cavab 2-dir. İndi gəlin ikinci suala baxaq. Demək, ikinci sualda nə deyir? Loqaritma kökdə 2 əsasdan 16 çıxılsın loqaritma kökdə 3 əsasdan 9 ifadəsinin qiymətini tapın. Yazaq. Loqaritma kökdə 2 əsasdan 16 çıxılsın loqaritma kökdə 3 əsasdan 9 bərabərdir. İndi buradan yazaq. Loqaritma kökdə 2 əsası belə yaza bilərik. 2 üstü 2 kimi. Yəni kökü 2 üstü 2-də 1 kimi yaza bilərik. 16-nı da 2 üstü 4 kimi yazmaq olar. Çıxılsın loqaritma 3 üstü 2-də 1 kimi yazaq. 9-da 3-ün kvadratı kimi yazırıq. Bərabərdir. İndi burada 4 düşür loqaritmanın qarşısına. Yəni olur 4. 2-də 1 də yazırıq. 4 bölünsün 1 bölünsün 2. Loqaritma 2 əsasdan 2. Çıxılsın. Yəni 2 düşür bura. 2-də 1. 1 bölünsün 2 yazırıq. Vurulsun loqaritma 3 əsasdan 3. İndi buradan əsasdan loqaritmik altı ifadə bərabərsə bu 1 edir. Bunda yazırıq 1. İndi həll edək. Burada 4 bölünsün 1 bölünsün 2. 2 burada yuxarı çıxacaq. Olacaq 8. Çıxılsın. Burada da 2 yuxarı çıxacaq. Olacaq 4. 8-dən də 4 çıxanda edir. Cavab 4. İkinci sualımızın da cavabı oldu 4. İndi keçək üçüncü suala. Demək, üçüncü sualımızda nə deyir? Kosinüs 2x çıxılsın, kotangens kvadrat 2x bərabərdir 1,5 çıxılsın, 1 bölünsün sinüs kvadratı 2x. İndi yazaq. Kosinüs 2x çıxılsın, kotangens kvadratı 2x bərabərdir 1,5 çıxılsın, 1 bölünsün sinüs kvadratı 2x. İndi əvvəlcə nəyə fikir verək? 1 üstə gəlsin kotangens kvadratı x 1 bölünsün sinüs kvadratı x-i verir. Bu bizim düsturumuzdur. İndi biz buradan bunun yerinə yine yaza bilərik. 1 üstə gəlsin kotangens kvadratı 2x. Biz bunu böyle yaza bilərik. İndi getirib burada yerinə qoyub yazaq. O zaman onları kosinüs 2x çıxılsın kotangens kvadratı 2x bərabərdir 1,5 çıxılsın. Buradan mənfi olduğuna görə mənfini bura vursaq, olar mənfi 1 çıxılsın kotangens kvadratı 2x. İndi buradan görürük ki, bərabərliyin sağ tərəfindən də sol tərəfindən də eyni işarə ilə kotangens kvadratı 2x var. Bunlar islah olunur. O zaman qalar kosinüs 2x bərabərdir. 1,5-dən də 1 çıxsaq 0,5 edir bu. 0,5-də kəsr kimi göstərsək yazarıq 2-də 1. İndi kosinüs 2x bərabərdir 2-də 1 tənliyini həll edək. 2x nəyə bərabər olurdu? 2x bərabərdir plus minus kosinüs 2-də 2-də 1-i pi bölünsün 3-də alırdı. Onda olar pi bölünsün 3, yəni 60 dərəcədə alırdı. Üzərinə gəlsin 2 pi k.
İndi buradan biz x tapsaq bu tənlikdən. X bərabər olar hər tərəfin 2-yə bölək. Plus minus pi bölünsün 6 üstünə gəlsin pi k. Demək, 3-cü sualımızın cavabı da oldu. Plus minus pi bölünsün 6 üstə gəlsin pi k.